Salam. Bugün bu diğeri 11.1'in izahını edeceğim. İnşallah ki faydalanarsınız. Birincide deyir ki, kompilyator nəyidir? Bilirik ki, kompilyator demək çevirir, necə çevirir? Bütün bütövlükdə, proqramı bütövlükdə oxuyur və maşın koduna çevirir. Var interpretator, var kompilyator. Interpretator sətir və sətir çevirir. Kompilyator isə bütövlükdə oxuyur və çevirir. Ona görə burada cavabımız demək C bəndi. Proqram bütövlükdə oxuyur və maşın koduna çevirir. Kompüter proqramının hazırlanma mərhələlərini ardıcıl nömrələyin. Demək, burada birinci gələcəkdir layihə və olan tələblərin təhlil olunması. Birinci tələblər təhlil olunur, görək bizdən nə istəyir. Daha sonra ona uyğun layihə hazırlanır. Deməli, daha sonra proqram layihəsinin hazırlanması olacaq. Deməli, birinci 4, sonra 5. Daha sonra gələcəkdir bizdə deməli, o proqramlaşdırma dilində proqramın yazılması. Yəni, daha sonra elə bir layihəyə uyğun proqram yazılır. Demək, bu olacaq 2. Sonra həmən o proqram yoxlanılır. Səhvlik varmı, yoxmu? Onlar müşahidə olunur, yəni daha doğrusu yoxlanılır. Ən sonda isə proqram tətbiq edilir. Buna görə də 4, 5, 2, 1, 3, o da C bəndi. Keçdik 3-ə. Deməli, Python proqramlaşdırma dilində int tipi nəyi göstərir? Ümumiyyətlə, int integer tam ədəd göstərir. Deməli, onda olacaqdır tam ədəd. Long uzundur, float həqiqidir, true da məntiqə əməldir. Tam ədəd isə intdir. Proqramlaşdırma dilində məsələnin proqramının yaradılması mərhələsinin ardıcıllığını müəyyən edin. Aha, indi görək burada necə verib. Burada da yenə birinci tələb təhlil olunacaqdır. Bu birinci. Daha sonra ona uyğun layihəmiz hazırlanacaqdır. Deməli, bu ikinci. Layihədən sonra kod yığılacaqdır. Bu üçüncü. Testləmə və sazlama dördüncü. Daha sonra tətbiq etmə, elə bu 5-cidir. Ən sonda müşahidə, 6-cı. Deməli, nə oldu? 2, 1, 2, 1, 6, 3, 5, 4 B bəndi. Keçək 5-ə. İndi bunların hansı işləri gördüyünə baxacaq, görək nə deyir. Layihələndirmə. Bu mərhələdə proqramın düzgünlüyünü, onun işinin səmərəliliyi, konkret olmayan hərəkətlərə, deməli, dayanıqlığı, kritik rejimdə işləmə etibarlığı yoxlanır. Bax, burada yoxlama varsa, bu testləmə və sazlama olacaqdır. Buna 3 uyğun gəlir. Yəni, yoxlayır düzgünlüyünü, səhvmi yazmışam, düzmü yazmışam, onu yoxlayacaq. Daha sonra bu mərhələdə proqramçı üçün texniki tapşırıq hazırlanır. Artıq texniki tapşırıq hazırlanırsa, bu layihələndirmə olacaqdır. Bir şeylər hazırlayır da. Daha doğrusu bura 1 yazacaq. Deməli, bu da gəlib uyğun gələcəkdir 2-yə. Bu mərhələdə proqramın təyinatı dəqiqləşdirilir. Və bu mərhələnin nəticəsi əsasında layihə hazırlanır. Deməli, birinci bunun əsasında layihə hazırlanırsa, deməli, bu ən birinci mərhələmizdir. Tələblərin təhlil olunması. Deməli, burada da uyğun gəlir 2C, 1B, 3A. A bəndi. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Gəlin, baxaq. Deməli, burada nə edir? Birinci mötərizə varsa, mütləq mötərizənin içini həll edəcək. 15-dən 7 çıxanda neçə eləyəcəkdir? 8. Deməli, bura eləyəcək 8. Və bunu vuracaq 5-ə. Çıxacaq 2 dənə ulduz 3. Deməli, birinci 8-dən 2-ni çıxa bilmərik. Mütləq qüvvətə yüksəltmə varsa, birinci qüvvətə yüksəltmə həll olacaqdır. Yəni, bura eləyəcək 8.
5 dəfə 8, 40. 40-dan da 8 çıxanda 32. Mötərizəmin içini bitirdim. Böləcəm 4-ə. Alınan cavabdan 3'ü çıxacam. 32-ni 4-ə böləndə 8. 8-dən də 3 çıxanda 5. Və burada bölmə işarəsi olduğu üçün mütləq həqiqi ədəd qaytaracaqdır. Ona görə 5.0 A bəndi. Bitməyib. Deyən görək, bitməyibdir. A bəndi yox. Deməli, bura qaytaracaq bizə 5.0. Daha sonra gəlin görək, nə istəyir bizdən? Hə, POV. POV bilirik ki, nə ayırır? İçərisindəkini qüvvətə yüksəldir. Gəlin, buraları təmizləyək. Aha. Deməli, biz buradan aldıq 5.0. Keçirik E-yə. POV D çıxaq 3. Yəni 5-dən 3 çıxanda 2.0 və D. D neçə idi? 5 idi. Demək, nə arayacaqdır? 2-ni üstü 5-ə qüvvətə yüksəldəcək. O da eləyəcək 32.0. 2 həqiqi ədədin cavabı hər zaman həqiqi ədəddir. Buna görə B bəndi. Aha. Uyğunluğu müəyyən edin. Yenə bu da mərhələlərimizə aiddir. Deməli, müşayiət. Bu mərhələdə proqramın istismar müddətində xətalar müəyyən edilir və proqramın işləməsi ilə yeni tələblər formalaşır. Artıq yeni tələblər formalaşırsa bu müşayiət, yəni artıq olub bitib yeni bir şey üçün, yeni layihə üçün, yəni bir iş görə bilərik. Artıq proqram bitibdir. Buna görə burada A-dır. Bu mərhələdə alqoritm qurulur və alqoritm əsasında proqram hazırlanırsa bu kodlaşmadır. Bu mərhələdə proqram istismar edilməyə başlayır. Yəni, deməli, istismar edilməyə başlayırsa, deməli, burada tətbiq var. Avadanlıqlar proqrama uyğun olaraq köklənir və proqramda işləyəcək istifadəçilərə təlimlər keçirilir. Bu da tətbiqdir. Görürsünüz, istismar edilməyə başlayır. Deməli, artıq burada tətbiq edir. Deməli, 2C, 1A, 3B. Keçdik 8-ə. Deyir ki, Pygame, Panda 3D və Turtle nədir? Deməli, oyun proqramlarının yazılması üçün modul. Deməli, oyun proqramlarının yazılması üçün modul hansıdır? O görün. Deməli, budur Pygame, oyun. Deməli, bura uyğun gələcək 1. Üç ölçülü qrafika ilə işləmək üçün olan bu təbii ki 3D-mizdir ki, logoda Turtle-dan artıq bilirik ki, alt logoda tısbağa olur. Bu da ona uyğundur. Deməli, 1A, 2B, 3C. Hansı bəndədir? D-də. Aha, burada da var. Görək, burada nə deyil? Eyni sualdır. Burada deməli, yəqin ki, eyni pil. Burada mat var. Deməli, yenə pil. Deməli, nə qaracaqdır pil? Bu fərqlidir. Oyun proqramlarının yazılması üçün modul. Görüntülərlə işləmək üçün modul. Baxın, görüntülərlə işləyən, bax, B-dir. Pil. Tikinter oyun proqramıdır. Ona görə bura 2 yazırıq. Riyazi funksiya isə mat artıq bilirik ki, bu, yəqin ki, mat İngilis dilindən, Rus dilindən matematik, bax, belə yadda saxlamaq olar. Deməli, 2A, 1B, 3C. B-yə uyğun gəlir. Dəyişən nəyə deyilir? Proqramın gedişində qiyməti dəyişməyən kəmiyyətə xeyr. Proqramın gedişində qiyməti dəyişir. Hər hansı kəmiyyətə, proqramda X və Y kəmiyyətlərə, proqramın gedişində qiyməti dəyişə bilən kəmiyyətə. Qiyməti dəyişə bilən kəmiyyətlərə dəyişən deyilir. Qiyməti dəyişə bilməyən kəmiyyətlərə isə konstantlar və yaxud da sabitlər deyilir. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edək. A 10-dur, onu vuracaq 2-yə 20, üstə gələk 3, eləyəcək 23. Deməli, B-miz oldu 23. A-mızın yeni qiyməti nə olacaq? B
İki xət bilirik ki, bu tam ədəd istəyir. B-nin A-ya bölünməsindən alınan tam ədədir. Yəni, B-miz neçə oldu? 23. A-mız neçədir? 10. 23-ün 10-a böləndə tam ədədimiz 2-dir. Yəni, 2 dənə tam ədədimiz var. Qalıq nəzərə alınmır. Artıq A-nın yeni qiyməti 2 olduğu üçün köhnə qiymətini unuduruq. B bərabərdir. A üstə gələk B. A-mız 2-dir. B-miz 23-dür. Deməli, B-nin yeni qiyməti neçə oldu? 25. Deməli, köhnə qiymətini unutdu. İndi print B-ni istəyir. Yəni, sonuncu qiymətini istəyir. Bu da 25. Python dilində bu ifadənin yazılışı belə olacaq. Ümumiyyətcə, Pythonda bu cür bölmələr hamısı mötərizənin içində yazılır. A üstə gələk B. Qüvvətə yüksəltmə bilirik ki, belə ulduzlarla olur. Bölmə belə olur, belə altdan xətlə bölmə olmur. Ona görə eləcə mən 3 yazsam, burada eləcə vuraq B. Deyək, biraz kiçildək görək. Bunu bu ifadəni buradan təzədən yazıram. A üstə gələk B. 2 dənə vurma ilə qüvvətə yüksəltmə 2 bölək 3. Baxın, bunu mən bu cür yazsam. Bu bölmə təkcə 3-ə bölünəcək. Yəni, B çıx C-ni nəzərə almayacaq. B çıx C sanki burada olacaqdır. Surətə aid olacaq. Ona görə bunun hər iki məxrəcdəki hər iki ifadəyə də uyğun gəlməyini istəyiriksə, bunun özünü də bir mötərizə içərisində yazmalıyıq. O da bir dənə D bəndində uyğun gəlir. Baxın, bu ifadənin yazılışı bölək B, bax, belə deməkdir. A üstə gələk B-nin kvadratı bölək B, çıxaq C vuraq 3. Bax, bu ifadə belədir. Görürsünüz, amma bizdə məxrəcdədir. Ona görə bunu məxrəcdə alınması üçün bunu biz mütləq mötərizə içində yazmalıyıq. Hansı növ ədəd yoxdur? Kompleks var, həqiqi var, uzun tam var. Tam var, uzun həqiqi deyə bir ədəd yoxdur. Nəticəsini müəyyən edək 45. Deməli, x-a 45 verəndə D-ni hesablayaq. D bərabərdir 45-in üstünə 5, 50. X bərabərdir. X-imiz 45-dir. Çıxaq D, D-miz 50-dir. Üstə gələk 1. Bu da eləyəcəkdir. Bu eləyəcəkdir -5. -5-in də üstünə 1 gələndə -4. Deməli, x-imiz -4-dür. Köhnə qiymətini unutdu. Keçdik, deməli, yeni x-ə. Yenidən x-a qiymət alacaq. D-miz 50-dir. Üstə gəlirik -4. Bu da eləyəcəkdir 46, deməli, B bəndi. Aha, keçək, deməli, 10-u böləcək 3-ə. Burada B bərabərdir 10 bölək 3, üstə gələk 5. Təbii ki, bu bölmə deyil, bu tam ədəd istəyir bizdən. 10-u 3-ə bölünməsindən alınan tam ədəd. Bu eləyəcək 3, 3-ün də üstünə 5 gələndə 8. Deməli, B-nin qiyməti 8-dir. İndi A-ya yeni qiymətinə baxaq. B-miz 8-dir. 8-in 2-yə bölünməsindən alınan qalıq deməkdir bu. Yəni, 8-i 2-yə bölür, qalıq bilirik ki, 8 2-yə tam bölündüyü üçün qalığımız olmur. Deməli, qalıq 0-dır. A-nın yeni qiyməti 0 olduğu üçün köhnə qiymətini unutdur. İndi B-yə yeni qiymət alacaq. A, yəni 0, üstə gələk B. B-miz neçə idi? 8. Cavab 8. Print B 8. Artıq bu qiymətini unudur. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Aha. Yazırıq A bərabərdir 3456 tam bölmə 1000 vuraq. Vurmanın davamını burada yazıram. 1000 üstə gələk. A-mız neçədir? 3456-dan alınan qalıq. 3456-nı 1000-ə böləndə bir dənə tam ədədim 3 olacaqdır. Bura eləyir 3.
Daha sonra 3'ü vurur nəyə? 1000-ə eləyir 3000. Üstünə gəlir 3456-nı 10-a bölünməsindən alınan qalığa. Təbii ki, onda da qalığımız 6-dır. Bu da eləyəcəkdir 3006. Bəli, D bəndi. Proqramın nəticəsini müəyyən edin. Gəlin bu kənardan yazaq. Yerimiz daha çoxdur. A 3456-dır. Yeni A-mıza baxaq. 3456-nı 10-a bölünməsindən alınan qalığımız neçə eləyəcəkdir? 6. Mötərizənin 6 eləyir. Vurur 1000-ə. Üstünə gəlir. Yenə A-nın, yəni 3456-nın 10-a bölünməsindən alınan tam ədəd. 345. 345 bərabərdir 6345. 6345 deməlidir. Python proqramlaşdırma dilində tam bölmə işarəsi, bax budur, tam bölmə. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Salam. Aha, split. Split, bax, verildiyi, bax, buna əsasən içəridəkini ayırır və siyahıya salır. Deməli, A-ya görə ayıranda nə qalır? S, L, M. Bunu bir siyahıya salır və sətir kimi götürür. Deməli, bizim ifadəmiz bax, bu olacaqdır. Ayırdı, parçaladı A-ya görə. Və onları, təbii ki, split ədədi parçalaya bilmir, ancaq sətri parçalayır. Və sətir kimi araladı, parçaladı, A-nı götürdü və siyahıya saldı. Python proqramlaşdırma dilində A bərabərdir 12.5. 12.5 versə belə, bu bizdə sətir tipdədir. Aşağıdakı hansı funksiyanın nəticəsində B dəyişəninin 12 dəyəri mənimsədilər. Yəni, sonda nəticəm 12 olmalıdır. Gəlin, görək hansında nəticə 12 edir. B bərabərdir int 12.5. A-nın yerinə belə qoyuram. İndi int nə edir? Int həqiqi ədədi tam ədədə çevirə bilir. Deməli, buradan biz 12 ala bilirik. Deməli, A uyğundur. Digərləri, baxaq, int 12.5-i 12-yə çevirir. Daha sonra sətrə çevirdiyi üçün burada sətirdə 12 alır. Deməli, bunu götürə bilmərik. Int A, yəni yenə 12.5 olacaqdır 12. 12 float olduğu üçün 12.0-a tamamlanacaq. Deməli, bu da deyil. Float zaten nə edir? Elə özünü saxlayacaqdır. Bu da deyil. Buna da baxaq. Float 12.5-i 12.5-ə çevirir. Int isə onu atır. Əslində burada 2 dənə variant uyğun gəlir. Həm A, həm G. Deməli, səhvlik var. Əgər diqqətdən bir şey qaçmadısa. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Hello world bu sətir tiplidir. Split yenə dedik ki, verildiyi arqumenta əsasən parçalayır. Splitin içi boşdursa, boşluğa görə parçalayacaq. Baxın, burada boşluğumuz bir dənədir. Deməli, bu boşluğa əsasən parçalayacaq. Olacaq nə? Hello və sətrə salır və world. Və bunu da siyahıya salacaq. Yox. Aha, belə olur, bəli. Daha sonra bizdə nə var? K, join, K bərabərdir join K. Join isə, bax, bu verdiyinə əsasən birləşdirəcəkdir və onu sətrə salacaqdır. İndi baxaq. Bu ikisinin arasında bir dənə nə qoyacaq? Ulduz qoyacaq. Bir sətirdə birləşdirəcəkdir. Bax, belə eləyəcəkdir. Hello. Ulduz, world və sal. Gəlin görək hansı uyğun gəlir? A bəndi uyğun gəlir belə. Aha. 22-yə x dəyişən 3-ə bərabər olduq. Variantı müəyyən edin. Demək, yenə sonda cavabımız 3 olmalıdır. Bu deyil, təbii ki. 9-u 3-ə bölündə qalıq 0 eləyir. Bu da deyil. Int 3, bəli, bu 3 eləyir.
3 heç vaxt belə bir ifadə ola bilməz. Dəyişən adı heç vaxt rəqəmlə başlaya bilməz. Bu da deyil, çünki burada bir dənə də x var. Deməli, cavabımız B bəndi. Hansı ifadə A dəyişəninin dəyərini bir vahid artırır? Bir vahid, bax, bu sadəcə 1-dir, ona görə bu deyil. Burada yenə dəyişən adı kimi veribdir. Heç vaxt, hər zaman A-ya A üstəgəl 1 mənimsədilə bilər. A üstəgəl 1-ə A mənimsədilə bilməz. Çünki dəyişən adında belə bir işarə yoxdur. A bərabərdir, 1 üstəgələk 1 ola bilər, bir vahid artır, ancaq A bir vahid artımır. Ona görə bu da deyil. Bu ola bilər, bəli, A dəyişənin dəyərini bir vahid artırdı. Görürsünüzmü? Budur. Əslində bu da uyğun gəlir. Bu A bərabərdir, A üstəgələk 1 deməkdir. Ona görə bu da uyğun gəlir. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. X5, Y6. İndi isə X-a Y-in qiymətini verir, yəni 6-nı. Sanki yer dəyişmə eləyir. Ədədlər yerini, dəyişənlər öz yerini dəyişir sanki. İndi isə Y-ə isə X verir. Ancaq X köhnə qiymətini artıq unutdu. X-in yeni qiyməti nədir? 6-dır. Buna görə biz köhnə qiyməti unutduq. İndi Y də köhnə qiymətini unutduq. Oldu bu isə. İndi C də bərabərdir. 6 üstə gələk 6. O da eləyəcək 12. Y bəndi. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. 10, 15. İndi gəlin baxaq. C bərabərdir. C bərabərdir 10, yəni A 10 üstə gələk int B. Yəni B-nin içərisindəkini nəyə çevir? Ədədə çevir, tam ədədə çevir. Olacaq 15, o da eləyəcəkdir 25. Əgər heç nə verməyib, eləcə A üstə gələk B versəydi, error verərdi, xəta verərdi. Çünki sətirlə ədəd heç vaxt toplana bilməz. Əgər 2 dənə sətr olsaydı, bu zaman birləşdirərdi bu ikisini. Demək, burada hansı bənd oldu? A bəndi. 18-i bölür, buradan alınan tam ədədə. Deməli, birinci biz bu tam ədədimizi tapaq, mötərizənin içini birinci həll edək. 13-ü 4-ə böləndə alacaq. 3-də 4, 12, 3 tam. 18-i isə 3-ə bölünməsindən alınan qalğı neçədir? 0. Görə D bəndi. City, bu sizi çaşdırmasın, bu sadəcə bir dəyişən adıdır. Dəyişənimiz elə bir dənə A-dır, fərqi yoxdur. Yəni, ha A verdi, ha City verdi. Bərabər 1, 2, 3, 4-ə sətirdir, ədəd deyil. İndi isə City, həmən bu City neçə idi? 1, 2, 3, 4, 1, 2, 3, 4, amma sətir tipdə. Üstə gələk, .com da sətirdir. İki sətri toplayanda bir-birinə birləşdirir. Yəni, bunun cavabı 1, 2, 3, 4.com olacaq. Yox, site üstə gəl bunun içindədir. Baxın. Yox, içində deyil. Hə, все, düzdür. Bax, budur cavab. Görək, burada belə bir cavab var. Y bəndi. Aha. Y bəndi. Aha. Biraz diqqətli olun. Bax, əgər bunun içində olsaydı, burada da bir dənə dırnaq işarəsi olardı. Bu da ayrıca dırnaqda üstə gələk, ayrıca dırnaqda olardı. Bu məni çaşdırdı. Diqqətli olaq biraz. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli, 169 üstü, yəni qüvvəti 120 bölü 240, bu da 2-də 1 eləyir ixtisara gedəndə. Deməli, 2-də 1. Bu da o deməkdir ki, kök altda 169. Bu da çıxardacaq bizə 13.0. Kök altından hər zaman həqiqətə çıxır. Necə ki, tam bölmədən çıxır, elə də bundan. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Aha, 13-ü 4-ə böləndə tam ədədim 3 olur. 18-i də 3-ə böləndə alınan qalıq 0 olur. Deməli, D bəndi.
Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Aha, bu cür sətir və ədəd tiplilərə həmişə diqqət yetirin. Hər ikisi sətirdirsə toplayanda birləşdirəcək, hər ikisi ədəddirsə adi toplama edəcək, biri ədəd, biri sətirdirsə xəta baş verəcək. A15, B17-dirsə A-nın yerinə bax, mütləq qoyun, elə hesab edin, gözlə görün olur. Baxın, sətir B, yəni 17-ni deyir sətirə çevir. Bayaq rəqəmi idi, ədəd idi, indi sətirə çevrildi. İndi 2 dənə sətrin toplanması bizə bu ikisinin birləşməsini verəcək. Sanki bunu buna birləşdirir. 11, birinci A olduğu üçün 15, sonra B olduğu üçün 17. Əgər B üstə gələk A olsaydı, 17-15 olardı. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Baxın, qüvvətin yüksəltmə həmişə birinci olur, ancaq burada birinci mötərizənin için həll etməliyəm. Yəni 2 üstü 3. 2 üstü 3, qüvvəti 2. Bax, bu belədir. Bax, bu misalın açılışı budur. 2 üstü 3, yəni 2 qüvvəti 3 eləyəcək 8, 8-in kvadratı bu da eləyəcək 64. Nəticəni müəyyən edək. Print, yenə bu da bu misallarda diqqətli olaq. 4 üstə gələk. Birinci bu mötərizənin içinə baxıram. 4-ün baxın, qüvvəti 2. Birinci mütləq qüvvəti olur, sonra vurma olur. Yəni, bax, buradakı mən 2-ni 3-ə vurub sonra 4-ə qüvvəti yüksəltsəm, düzgün nəticə cavab almaram. Buna görə birinci qüvvətimi yazıram, sonra vurmamı yazıram. Vuraq 3. Aha, burada cavabım neçə olacaqdır? 4-ün kvadratı 16, 16-ını da 3-ə vuranda 3, 48, 48-in də üstünə 4 gələndə 52. Deməli, bu mötərizəmin cavabı 52 bölək, baxın, bu demək 2 vuraq 3. Mən 2-ni 3-ə vurub, sonra 52-ni 2-ni 3-ə vurmasından alınan hasilə bölə bilmərəm. Bax, bu ifadənin açılışı budur. 52 bölək 2. Dedik, bunu sərgələşdirək. Bu belə deməkdir. 52 bölək 2 vuraq 3. Normalda bax, bu misalın həlli budur. Mən burada necə 2-ni 3-ə vura bilirəm? Yox. Yəni, bu 3 surətə aiddir. Əgər məxrəcə aid olmağını istəsəydik, burada belə bir mötərizə olardı. Görürsünüz, o mötərizə olmadığı üçün birinci 2-yə böləcəm, sonra 3-ə vuracam. Aha. Bura eləyəcəkdir 26. 26-nı da 3-ə vuranda 78, yəni B bəndi. Yenə 7-dən 2 çıxacaq 5, 5-in üstünə 5, 10. Bura elədi mötərizəm 10. 10-u vuracam 4-ə, böləcəm 2-yə, vuracam 3-ə. Yəni, heç vaxt 2-ni 3-ə bu cür vura bilmədim. Ancaq mötərizə içərisində olarsa. Bu mötərizə o mötərizə deyil. Bu mötərizə sadəcə printin mötərizəsidir. Yəni, sizi çaşdırmasın ki, burada mötərizə var. Axı, o vaxt o mötərizə olardı ki, bununla bunun özü bir dənə də mötərizənin içində olardı. Bu da eləyəcək. 4-ü 2-yə böləndə 2, bu da 20, 20-ni də 3-ə vuranda 60. Deməli, D bəndi. 1, 2, 3, 4 sətri daxil edilərsə, A dəyişəni hansı dəyər mənimsədiləcək? Deməli, inputda mən bunu daxil etdim. 1, 2, 3, 4-ü. Ümumiyyətlə, input eləcə verilərsə, sətir kimi qəbul edir veriləni, daxil ediləni. Yox, əgər int input olarsa, verilən bu 1, 2, 3, 4 olardı rəqəm, ədəd. Daha doğrusu ədəd olardı. Yəni, 1234 olardı. Ancaq indi 1, 2, 3, 4-dür, sətirdir. 1, 2, 3, 4 sətri deyir, boşluğa görə ayır. Ayıranda nə olacaqdır? Siyahıya salacaqdır. Hər birini bu cür sətir kimi götürəcək. Bəli, hansı cavabdır? B bəndi. C35-ə. Təyinat soruçursa, biz bura özümüzdən bir ədəd qoyaq.
Mən baxıram ki, məndə 3 rəqəmli deyil. Gəlin görək həqiqətən də 3 rəqəmli istəyir. Bir dənə də 4 rəqəmli qoyub yoxlayarıq. Deməli, bura mən daxil edirəm. Baxın, input verdiyimiz sətr kimi qəbul edəcək. Int o sətri ədədə çevirəcək. Abs isə verdiyimiz əgər mənfi bir ədəd idisə də onu müsbətə çevirəcək. Deməli, 2, 3, 5. Özümdən belə 235-i verdim. Enim buna bərabərdir. A nəyə bərabərdir? 235-i 100-ə böləndə alınan tam ədəd 2 olacaq. 2-ni də ona böləndə alınan qalığım 2 olacaq. Deməli, A 2-yə bərabərdir. B, N, yəni 235-i böləcək 10-a. Alınan tam ədədim 23 olacaq. 23-ü də 10-a böləndə alınan qalığım 3 olacaq. Fikir verirsiniz, parçalayır sanki. Birinci 2-ni götürdü, 3-ü. N yenə 235-i 10-a bölünməsindən alınan qalıq 5 edir. Deməli, C də 5-dir. Deməli, A 2, B 3, C 5. Fikir verdinizmi? Parçaladı. Ədədimi parçaladı. Deməli, ədədi bu cür parçalayırlar. Sətri isə splitlə parçalamaq olur. Boşluqla. Demək, keçdik nəyə? Printə. Deyir ki, ABC print çıxart deyir, çap et. A, B, C. 2, 3, 5. Daxil edilmiş 3 rəqəmli ədədin rəqəmlərin cəmini çap edir. Xeyr. Daxil edilmiş 3 rəqəmli ədədin rəqəmlərin sayını çap edir. Xeyr. Sayını çap etsəydi cavabın sonunda 3 olardı sadəcə. Daxil edilmiş 3 rəqəmli ədədin rəqəmləri arasında boşluq olmaqla çap edir. Bəli, burada sonda çapım belə olacaq. 2, 3, 5. Deməli, elə C bəndi uyğun gəlir. Alt-alta çap edir. Xeyr, alt-alta çap etmir. Axı, baxın, vergüllə qoyulubdur print. Əgər alt-alta çap etsəydi, print A, print B, print C olardı. Daxil edilmiş istənilən ədədin rəqəmləri arasında boşluq olmaqla çap edir. İstənilən ədədin rəqəmlərini arasında boşluq olmaqla çap edir. Bununla bu nə fərq oldu ki? Daxil edilmiş istənilən ədədin. İstənilən ədəd deyirsə, yəni, mən tutalım ki, 4 rəqəmli qoysaydım, 4 rəqəminin 4-ünü də bu cür parçalayıb çıxartmalıydı. Ancaq mən, baxın, tutalım ki, bura bir dənə də 22, 2235 qoysam, bu hissə məndə 22-ni qaytaracaq. Və A mənə 22 çap edəcək. Ona görə daxil edilmiş istənilən ədədin rəqəmləri arasında boşluq olmaq çap etməyəcək. 22-ni çap edəcəkdir bu cür. 3 və 5 bu cür çap edəcək. Bunu parçalaya bilməyəcək. Ona görə cavabımız C bəndi. Aşağıdakı kimi kod yazılmışdır. Verilmiş və icra edilən zaman n dəyişəni üçün klaviaturun 2 rəqəmli ədəd daxil edilmişdir və proqramın icrasından sonra ekrana 90 ədəd çap edilmişdir. Gəlin görək bu nə iş görür? Deyir ki, ən böyük 2 rəqəmli ədədi müəyyən edin. Bizdən görək birinci nə istəyir? Birinci verilmiş ədədi, deməli, sonda, baxın, 94 alıbdır. Bax, sonda 94 alıb. Deməli, B-ni 10-a vurub. Deməli, B-miz neçə olubdur? B-miz olub 9, 10-a vurub 90 eləyib. A-mız da olub 4. Buranı başa düşdük. Keçək görək B-ni necə 9 alıb. Deməli, B hansı ədəddirsə, istəyir 3 rəqəmli, istəyir 2 rəqəmli, hansı ədəddirsə, onun 10-a bölünməsindən alınan qalq, yəni sonuncu rəqəmini götürüb. B-nin sonuncu rəqəmini götürübdür. Sonuncu. A-nın da sonuncu rəqəmini götürübdür. Sonuncu. Baxın, B-ni kvadrata yüksəldibdir. Bax, B-ni kvadrata yüksəldib alınan ədədin ən axırıncısını götürübdür. Deməli, o nəyin kvadratının sonu 9 eləyir? Bax, 7-nin kvadratının sonu 9 eləyir. Bir də 3-ün kvadratının sonu 9 eləyir. Düzdürmü? Başqa nə var? 2, 3, 4, 5, 6, 7, 8, 9 yoxdur başqa. A-da da elədir. Deməli, nəyin kvadratı 4 eləyir? 2-ninki sonu 4 eləyir daha doğrusu. Sonra 3 deyil, 4 deyil, 5 deyil, 6 deyil, 7 deyil, 8-inki. Bu da 64 eləyir. Sonu 4, bununki də sonu 4. Deməli, məndən isə ən böyük ədədi istəyir. Ən böyük ədədi istəyirsə, onda demək, B-miz neçə olubdur? Bir dəqiqə, hansı birinci B-miz 9 olmalıdır, düzdürmü? 9-u mənə qaytaran nə oldu? 7.
Deməli, B-miz 49, B-miz 49, A-mız isə 64 olub. Bunu 10-a bölünməsindən alıbdır. Yox, bir dəqiqə. Branç açdım. Bir dəqiqə bunu düzəldək. Ay. Hə, burada kvadratı eləyibdir 64. 64-ün qalığını götürüb nəyin kvadratı 64 eləyir? Hə. Nəyin kvadratı 64 eləyir? 8-in, deməli A-mızın sonu A-mızın 8. Nəyin kvadratı deməli 7 49 eləyir. Yəni mənə son 9 lazımdır da. Daha doğrusu 7. 9 eləyir. Hə, 7. 7-nin kvadratı 9 eləyir. Deməli, burada da 7. Aha, düzəltdik. Aha, indi isə məndən həmən ədəd istəyir. Deməli, onda mənim ədədim neçə olub? Ən böyük ədədim. Hə, o da 87-dir də. 87. Gördünüz? 87. İstəyirsiniz yerinə qoyaq. 87-ni bölüb birinci A. Ne yazılmış? Ya, 87-ni 10-a böləndə alacaqdı nə? Alacaqdı 8. Aha. 10-a böləndə alınan qalıq 7. Daha sonra A-nın kvadrata yüksəldib. 8-in kvadratı 64. B-nin kvadratı 7-nin kvadratı 49. Sonra A-nı 10-a bölüb qalığını götürüb 4. B-ni 10-a bölüb qalığını götürüb 9. Daha sonra gətirib yerinə qoyub B-ni, yəni 9-u 10-a vurub 90, üstünə 4 gəlib 94. Deməli, burada cavab A bəndi. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Burada ümumiyyətcə Pythonda /n bizim klaviaturadakı enter düyməmizdir. Yəni, necə verilir, verilsin. Burada necə sən sözü sizi çaşdırmasın. Burada bu /n bizim enterimizdir. Deməli, salam sözünü yazacaq, sonra enter vuracaq, düşəcək aşağı, yazacaq ecəsin. Deməli, salam, enter, ecəsin. Bax, bu deyil. Bu, yəni bizim simvolumuz deyil. Bunu harada görsə, enter kimi başa düşəcək. Ona görə A bəndi. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Salam, list, deməli, list siyahıya salır list və sətri sanki ağarır, siyahıya salır, parçalayır. Bax bu cür. M. Deməli, neynədir list? Siyahıya saldı və sətri bu cür parçaladı. Deməli, B bəndi. Sep, ümumiyyətcə sep sonuna artırır. Deməli, sonuna deyir ki, artır. Bir dəqiqə bunu silim. Sonuna deyir ki, artır. Nə artır sonuna? C sıra. Daha doğrusu sep sonunu artırmır. End sonunu artırır. Sep arasını artıracaqdır. Bəli. Bax, hər bir ədədin arasına C sıranı artıracaqdır. Bu isə enter düyməsidir. Gəlin baxaq. Deməli, birinci 1-i yazacaq. Sonra arasına, bununla 1 ilə 2-nin arasına C sıranı qoyacaq. C, çıxaq C sıra, mən qısa yazdım. Və sonra enteri basıb düşəcək aşağı, bura. 2-ni yazacaq. C sıra yazacaq. Enterlə vuracaq, düşəcək aşağı. 3-ü yazacaq. C sıra yazacaq. Enteri vurub düşəcək aşağı. 4-ü yazacaq. C sıra yazacaq. Enteri vurub düşəcək aşağı və 5-i yazacaq. Sona heç nə yazmayacaq. Çünki bu sep. Sep arasına artırır. Yəni, sonda artıq heç nə yoxdur. Axı, nəyin arasına qoysun? Heç nəyin arasına artıra bilmir. Ona görə əlavə edə bilmədiyi üçün sonda bitir 5-də. Ona da uyğun gələn B bəndimizdir. Getək 40-a.
Aşağıdakı şəkildə düzbucaqlı formasında otlaq ərazisi verilmiş və bu ərazinin ölçüsü 20-nin 50-yə. Deməli, deyək ki, bura 20-dir, burada 50-dir, belə bir şey. İynəyə bağlanmış ipin uzunluğu 10 metr ölçüdə olarsa, bax, bu ipimin uzunluğu 10 metrdir. İnək ən çox neçə kvadrat metr ərazidə otlaya bilər? Məsələnin Python kodunu müəyyən edin. Birinci, biz məsələni başa düşməliyik ki, bizdən nə istəyir? Bu ikisini buradan götürək, yuxarı yazaq, bizə müşahidə eləməsin. Aha, birinci görək bizdən nə istəyir? Birinci biz bilməliyik ki, aha, bura 50-dir, bura 20-dir. İnək haralarda otlaya bilər? Bax, 10 metr bura gələ bilər, bura gələ bilər. Bu tərəflərə gedə bilmir ki? Yox. Sonra hara gedə bilər? Bu tərəf üzrə də gedə bilər. Bax, bu beləməsinə fırlana bilər də. Aha, bax, buranın hər yerində hərəkət eləyə bilər. Amma qabağa gedə bilmir. Ancaq otlaq ərazisi sadəcə bu düz bucağın içidir axı. Bu tərəflər otlaq ərazisi deyil. Deməli, bu mənim çevrəmdir. Bu da mərkəzimdir. Mən şəkli biraz yaxşı çəkmədim, mərkəzə düşmədi. Bura mərkəzimdir. Bu da elə bir sanki radiusdur. Belə ki, hərəkət eləyə bilər. Deməli, mən birinci çevrəmin sahəsini tapmalıyam. Bu riyaziyyatdan bilirik ki, çevrənin sahəsi S, pi r kvadratı bizim sahəmizin düsturudur. Aha, mənə, baxın, çevrə sanki fikir verirsinizmi? 4 yerə bölünübdür. Baxın, belə. Deməli, mənə 4də 1-i lazımdır. Vurur 4də 1-ə. Və yaxud da bu alınan cavabı bölür 4-ə. Bax, belə də ola bilər. İndi gəlin görək bunun proqramı hansına uyğun gəlir. R 10-dur, match pi, k pi-dir, 20-ni vurur 50-yə, 20-ni vurur 50-yə, çıxır k. Heç burada ümumiyyətlə fikir verirsinizmi? Bölək 4-dən söhbət getmir. Ona görə bu ola bilməz. Heç olmasa bölək 4-lərə baxaq. Baxın, bölək 4 bir burada var, bir də burada var. Bunlarda da yoxdur. Ona görə bunlara da heç baxmıram. Gəlin bunlara baxaq. Deməli, deyir ki, R10 pi R vuraq k kvadratı, amma bizə k kvadratı deyil axı. K vuraq R kvadratı olmalıdır. Ona görə B bəndi deyil. Deməli, hansı olacaq bunda? K vuraq R kvadratı bölək 4. Bax, budur. Bu metr kvadratıdır. Kvadratı bu cürdə göstərirlər. Deməli, C bəndidir. Görürsünüz, düsturumuza uyğun gəlir. Keçək 41-ə. Deyir ki, yazma formu təyinatını müəyyən edin. Int input bir dənə ədəd daxil edir. Deyək ki, sətr onu ədədə çevirir. Daha sonra həmən bu ədədi sətrə çevirir, yenə sətrə çevirir. Fərqi yoxdur, bir dənə sətr olur o. Daha sonra həmən ədədin birinci rəqəmi ilə, yəni birinci yazdığı ilə, yəni birinci nömrəsi ilə, daha doğrusu siyahının birinci elementi ilə. Məsələn, deyək ki, A-ya daxil edirəm. Gəlin bir dənə düstur üzərində eləyək. Deyək ki, A-ya daxil edirəm. 2, 5, 6, 3 olsun belə. İndi gətirirəm. A-nı sətrə çevirirəm. Deməli, bu olacaqdır artıq A-mız bu cür sətr. Aha. Burada siyahı yoxdur. Sadəcə olaraq sətirdir. Deməli, S isə bərabərdir. Int. Axırda nəticəni ədədə çevirəcək. Gəlin birinci içərisini eləyək mötərizən. A-i. Bilirik ki, sətirdə də nömrələnmə var. Siyahı kimi 0, 1, 2, 3. Yəni, bunu səliqəli yazaq. Daha başdan alaq. Deməli, A-ya daxil etdim. 2, 3, 5, 6. Daha sonra onu sətrə çevirdim. 2, 3, 5, 6. Daha sonra S bərabərdir. İntə çevirəcək. Birinci baxaq görək nə istəyir. A 0. Bax, bu 0'dır. Bu 1, bu 2, bu 3. Bilirik ki, ədəddə nömrələnmə yoxdur, amma siyahı və sətirlərdə var. Deməli, A 0 neçəyə bərabərdir? 2-yə. 2. Aha. Sonra bunu ağarıb int ədədə çevirib
Üstə gələk. Yenə nə qarıbdır? A, len A. Len ümumiyyətlə uzunluğudur. 1, 2, 3, 4. 4 dənə ədəd varsa, deməli 4 dənə element varsa, 4-ə də bərabərdir uzunluğu. 4-dən də 1 çıxanda 3, A 3 eləyir. Bax, A, buranın cavabı 3. Deməli, oldu A 3. A3. A3 neçədir? 6-dır. Deməli, 2-ni, sonra 6-nı nə qalacaq? İntə çevirəcək. 2-nin üstünə 6, 8. İndi bu da eləyir print S. Neynədir? Birinci və sonuncu deməli, ədədi neynədir? Cəmlədir. Bütün rəqəmləri cəmlədi, xeyr. İlk və son rəqəmin cəmini çap edir, bəli. İlk rəqəmdən başqa bütün rəqəmlərin cəmini çap edir, xeyr. Bu ilk rəqəmimdir. Son rəqəmdən başqa bütün rəqəmlərin cəmini çap edir, xeyr. Həmişə son rəqəmim len A çıx 1 mənim həmişə son rəqəmimi göstərir. İlk və son rəqəmlərdən başqa bütün rəqəmləri cəmləyir, xeyr. Deməli, B bəndi. İki çevrənin mərkəzinin koordinatları x1, y1, deməli, x2, y2. Burada deməli, iki çevrənin mərkəzi arasındakı düsturu bilmək lazımdır. Yəni, bu düsturu bilməyən bu ifadəni işlədə bilməz. Ona görə bu iki çevrə arasındakı deməli, görün, hara getdi qələmimiz? Aha, burada. Düsturumuzu yazaq, ona uyğun da axtaraq. S bərabərdir kök altında. Deməli, x1 çıxaq x2 üstə gələk kvadratı, üstə gələk y2 çıxaq y1-in kvadratı, kökümüzü biraz uzadaq, kvadratı. Aha, deməli x1 çıxaq x2-nin kvadratı, üstə gələk y2 çıxaq y1-in kvadratı, kvadrat olduğu üçün hansını qabağa yazsaq fərqi yoxdur. Biri böyükdən kiçik çıxıb kvadrata yüksəldəcəkdir. Baxaq görək hansı variantlar uyğun gəlir. x1 çıx x2-nin kvadratı, üstə gələk y2 çıx y1-in kvadratı, sonunda da s onu kök altına salır. Bu B uyğun gəlir. Bu görək digərlərdə uyğun gəlirmi? B uyğun gəldi. A-ya baxaq. Kök altına salır, amma burada görürsünüz kvadrata yüksəltmə yoxdur. A deyil. Bura baxaq. Burada da eləcə vurma var, kvadrata yüksəltmə yoxdur. Heç kökə salma da yoxdur. Burada isə kvadrata yüksəltmə var, amma kökə salma yoxdur. Burada isə kvadrata yüksəltmə var, amma kökə salma yoxdur. Buna görə B bəndi. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edək. Deməli, A-mızın yeni qiyməti olacaqdır 4. Deməli, köhnə qiymətini unutdu. Tövsiyə edirəm ki, siz də yeni qiymət alanda köhnə qiyməti silin, qarışmasın. B bərabərdir B, yəni 3, üstə gələk. A-mız 4-ü bölək 2-yə, alınan tam ədədim 2-dir. Bu da eləyəcək 5. Deməli, B-nin də köhnə qiyməti getdi. B yenidən qiymətini dəyişir. 4, A çıxaq 5. Bu da eləyəcək -1. Deməli, B də köhnə qiymətini unutdu. İndi A yeni qiyməti alacaq. B-miz -1, üstə gələk 2 vuraq A. A-mızın əvvəlki qiyməti 4-dür. 8-dən də 1 çıxanda 7. Deməli, burada da A bəndi. Deməli, S18, Y5, Y bərabərdir 5 vuraq 2, edəcək 10. S də bərabərdir 18 çıxaq 10, o da edəcək 8. Print S 8, 4. 44-də deməndir. A12, B15, print. Baxın, buna diqqətli olaq. Buna çox diqqətli olmaq lazımdır. Baxın. A-mız 12-dir. Qiymətdir, ədəddir. Görürsünüz, dırnaq içərisində deyil. Ona görə bura 12-ni yaza bilərik. Üstə gələk, ifadə deyil. Yəni, adi ifadə olsaydı dırnaqsız olardı. Sətirdir. Sətir olduğu üçün bunu biz nə qaracaq? Yazacaq. Aha, B. Bu da sətirdir. Baxın, buradakı B deyil. Sətirdir sadəcə. Baxın, bax, sadəcə bir dənə belə bir sətirdir.
Yəni bu eləcə ədəd olsaydı, yəni bu B-ni istəsəydi, dırnaqsız B-ni verərdi. Mən və burada A kimi. Dırnaqsız versəydi, mən bura 15 yazardım. Ancaq dırnaq içində verib baxır. Deməli, bu dırnaq içindəki B, bu B deyil. Sadəcə bir dənə sətirdir. Bərabərdir də bizdə sətirdir. Yəni, riyazi bir ifadə deyil. Gətirib sadəcə qoyuram. Aha. Sadəcə bunu çap edir. 12-ni çap edir, üstə gələyi çap etdir, B-ni çap et, bərabəri çap et. Sonra görək nəyi çap et. Baxın, burada artıq ifadə verir. Fikir versiz dırnaq yoxdur. A-nı B ilə topla. Neçə eləyəcək? 27. 27-ni deyir çap et, çap etdi. Sonra deyir ki, A-nı dırnaqda. Yəni, yenə A-mız bu ifadəmiz deyil. Bir dənə A-dır. Adi bir dənə bəsit A sətridir. Və B sətri ilə topla. Baxın, burada bu toplama, bu toplamadan deyil. Buradakı toplama dırnaqda elə bir sanki şəkildir. Qoyuram bura. Yerləşdirdinmi? Amma bu ifadədir. A ilə B-nin birləşdirən ifadədir. Yəni, A ilə B-ni topladı. İki sətrin sanki toplanmasıdır. Bax, bu ifadədir. Bunu nə çıxardacaq bizə? A, B-ni. Deməli, cavab 12 üstə gələk. B bərabərdir 27. A, B. Deməli, D bəndi. Aha, anar, əhədli, əli. Deyir, birinci A-nı çap et, çap etdim anar. Aha, sep var. Sepra aid bilsiz neydir? Neydir demişdik? Arasına. Yəni, ifadələrin iki ifadə arasına yerləşdirəcəkdir burada veriləni. Verilənim nədir? Birinci deyir, enter vur, sonra üstə gələyi. Deməli, birinci enterlə aşağı salacaq, sonra toplamanı yazacaq. Gəlin, baxaq, görək nə olacaq. Birinci A-nı çap etdi. Anar. Sonra enteri. Bax, arasına, A ilə B-nin arasına enteri saldı. Burada aşağı. Və üstə gələyi qoydu. Aha. Bu bitdi. İndi B-ni çap edir. B-miz nədir? Əhədli. Yenə əhədli ilə eli arasında separate nə edəcək? Enter vuracaq, aşağı salacaq və toplamanı yerləşdirəcək. Və elini çap edəcək. Artıq 50-dən sonra heç nə edə bilmərik. Çünki sep nə edir? Sadəcə bunların arasında ifadəni yerləşdirə bilir. Başqa heç bir şey edə bilmir. Deməli, anar, altda üstə gələk, əhədli, aha, üstə gələk eli, Y bəndi. Daha sonra keçək 47-yə. Aha, burada da çox diqqətli olmaq lazımdır. Çaşdırmaq üçün eyni ifadəni həm sətirdə verib, həm dəyişən adı kimi veribdir. Ona görə bunda da diqqətli olmalıyıq. Birinci A-mız, bax, bu dəyişən adıdır. Amma bu dəyişən deyil. Bunlar dəyişən deyil. Bu ikisi sətirdir. A-aya ABC-ni mənimsədir. ABC dəyişəninə, A bu deyil, ha. Sadəcə mənim dəyişənmə mənimsədilən bir sətirdir. XX dəyişəndir, AA da dəyişəndir. Deyir, XX isə AA dəyişəninin aldığı, mənimsədilən ədədi deyir, mənimsəd. Deməli, mən XX-ə nə mənimsədəcəm? A-aya mənimsədilən sətiri. Deməli, bu olacaq nə? A, B, C. Amma sətirdə. Sonra ABC yeni qiyməti deyir, olsun XXX. XXX-in neçədir? A, B, C. Aha, deməli, köhnə qiymətini unutdu. Yəni, görək bizdən nə istəyir? Deyir, ABC-ni çap et, çap edirəm. ABC-nin qiyməti nə idi? ABC idi. ABC. Sonra AA-nı çap et. AA-nın qiyməti neçə idi? Sətirdə ABC. ABC. Bu 1, bu 2. Sonra deyir, XXX-i çap et. X burada dırnaq içindədir. Yəni, dəyişənim deyil, bu deyil. Mən bunu eləcə nə edəcəm? Özünü gördüyü kimi çıxardacaq. Çünki bu dəyişən adı deyil. Sadəcə bir dənə sətrimdir. Deməli, burada da cavab G bəndi.
Nəticəsini müəyyən edək. A bərabər B çıxaq C, B bərabər də C çıxaq A. Yenə print diqqətli olaq. B-imiz görürsünüz dəyişəndir. Buna görə C çıxaq A-nı çıxardacaq. C çıxaq A. Sonra A-mız bir dənə dəyişəndir. Dəyişəndir A-mız. A-mız nədir? B çıxaq C. B çıxaq C. Ancaq deyir B çıxaq C-nin üstünə A gəl. Yəni 2 dənə deyir. Sətri birləşdir. Onda bura bir dənə A yazacaq. Birləşdirdikmi? Və bunların arasına A çıxıq B-ni yerləşdir. Yəni bu ifadə ilə bunun arasına A çıxıq B-ni yerləşdir. Gəlin yerləşdirək. Birinci B-miz nə olmuşdu? C çıxaq A. İndi araya nə qoyacaq? A çıxıq B-ni. A çıxıq B. Daha sonra nə qoyacaq? A-mızı. A-mız nə idi? A-mız B çıx C üstə gələk A. Vəssalam. Deməli, nə oldu? C, A, A, B, B, C, A. B bəndi. Proqram fraqmenti icrası nəticəsində Z35 alınmışdır. Deməli, burada sonda 35 alınıbdır. X-in ilkin ala biləcəyi ən böyük 2 rəqəmli ədədi tapmalıyıq. Gəlin görək, nə istəyir? X-imiz, deməli, sonda 35 almışam. 35-i hardan almışam? Z-dən. 35. Deməli, nəyisə vurub 35 alıb. Nəyi vuranda 35 eləyir? Deməli, 7 dəfə 5-im 35 eləyir. Düzdürmü? 7 dəfə 5, 35. Deməli, x-imiz ya 7-dir, ya y-imiz. Ya x bərabərdir 7, y bərabərdir 5-dir. Ya y bərabərdir 7, x bərabərdir 5. Çünki hasilin yerini dəyişib da, dəyişə bilər. Gəlin baxaq. Amma ən böyük 2 rəqəmli istəyir, ən böyük. Aha. Deməli, x-i 10-a bölünməsindən alınan qalığı vurubdur. Deməli, x-in 10-a bölünməsindən alınan qalıq nə ola bilər? Deyək ki, 7. Nəyin kvadratı 7 eləyir? Daha doğrusu, yox, kvadrat yox. Nəyin qalığı 7 eləyir? Bax, x-in nəymişsə, onu 10-a böləndə alınan qalıq 7 eləyir. Onda bura 97 yaza bilərikmi? Ən böyük ədəd istəyir axı. Deməli, x-imin ən böyük qiyməti 97 ola bilər. Y-imin ən böyük qiyməti nə ola bilər? Sonu qalığı 5 olsun. Buna da 95 qoyaq da. Aha. Deməli, buradan da 7, bu da eləyib 5, 7 dəfə 5, 35. Onda deyir ki, x-in ilkin ala biləcəyi ən böyük qiymət 97. D bəndi. Bu qədər. Sağ olun. Demək...